Salam, dərs 20-nin izahına baxaq. Azərbaycanda yağıntıların paylanması, mümkün buxarlanma və iqlim tipləri. Respublikamızda yağıntı qeyri-bərabər paylanmışdır. Bunun əsas səbəbi hava kütlələridir, ərazinin relyefidir, Xəzər dənizindən olan hissəsidir, yəni Xəzər sahilində yerləşməsidir. Yağıntıların miqdarı Xəzər sahillərindən qərbə doğru, eyni zamanda düzənliklərdən dağlara doğru tədricən artır. Respublika ərazisində ən çox yağıntı Talış dağlarının ətəyinə düşür. Ümumilikdə 1700-1800 mm-dir. Ən çox yağıntı qeydə alınmış Lənkəranın Gəgiran kəndidir ki, 2767 mm yağıntı düşmüşdür. Ən az yağıntı 150-200 mm olur ki, bu da Qobustanın cənub-şərqinə, Abşeronun cənubuna düşür. Ələt, Puta və Şubanlı məntəqələrinə düşür. Böyük Qafqazın cənub yamacına, Talış dağlarının ətəyinə isə yağıntılar çox düşür. Lənkərandan sonra bu ərazilərə yağıntı daha çox düşür. Qanıq Əyri çaydan baş su ayrıcıya doğru yağıntıların illik miqdarı 900-1600 mm olaraq dəyişir. Böyük və Kiçik Qafqazın dağətəyi düzənliklərində, alçaq dağlıq hissəsində yağıntılar nisbətən az olur, 400-600 mm-dir. Kür-Araz ovalığında, Naxçıvanın Arazboyu düzənliyində, Samur Dəvəçi ovalığında, Abşeronda isə yağıntıların miqdarı 200-400 mm-ə qədər enir. Yağıntının miqdarı 200 mm-dən az olduqda bu ərazidə səhralar yaranır. 200-400 mm arası olduqda yarım səhra yaranır. 400-600 mm olduqda dağ çölləri, 600-1400 mm-də isə artıq meşələr formalaşır. Xəritəyə diqqət yetirsək, hündürlük şkalası üzrə hər bir əraziyə düşən yağıntının miqdarı verilmişdir. Tünd rənglə göstərilən hissələrdə yağıntı daha çox düşür. Açıq rənglə, açıq mavi ilə göstərilən hissələrdə isə yağıntının miqdarı azdır. Bilirik ki, buxarlanma da həm temperatur, həm yağıntı ilə əlaqəli olaraq dəyişir. Yağıntıların çox düşdüyü Lənkəran ovalığında, Qanıq Əyri çayda buxarlanma da çoxdur. Çünki həmin ərazilərdə həm temperatur çoxdur, həm yağıntı çoxdur. Həm istilik, həm rütubətin kifayət qədər olmasıdır. Quraq iqlimə malik olan düzən ərazilərində, məsələn, Ceyrançöl, Acınoğurda, Qobustanda buxarlanma azdır. Buna səbəb isə həmin ərazidə temperatur olsa da rütubətin az olmasından əlaqəlidir. Azərbaycan ərazisində illik mümkün buxarlanma 300-1400 mm arasında dəyişir. Mümkün buxarlanmanın ən böyük qiyməti Naxçıvanın Arazboyu düzənliklərində, Kür-Araz ovalığında qeydə alınmışdır 1400 mm-ə qədər. Gəncə Qazaxda, Abşeronda isə 1000-1200 mm arasında dəyişir. Düzənlik ərazilərdən yüksək dağlığa doğru getdikcə mümkün buxarlanmanın qiyməti azalır. Alçaq və orta dağlıq ərazilərdə mümkün buxarlanma 600-800 mm, yüksək dağlıqda 300-400 mm-ə qədər enə bilir. Azərbaycanın iqlim tipləri. Respublikamızın ərazisi çox hissəsi subtropik iqlimdə yerləşir. Böyük Qafqazın şimal-şərqi isə mülayim iqlim qurşağına uyğun gəlir. Azərbaycan ərazisində iqlim tipləri 4 qrup olaraq bölünmüşdür. 1. Mülayim, 1 yarım səhra quru çöl iqlimi, 2. Mülayim isti iqlim, 3. Soyuq iqlim, 4. Dağ tundra iqlimidir. Yarım səhra və quru çöl iqlimi ölkənin 50%-dən çoxunu əhatə edir, 2 tip olaraq fərqləndirilir. Qışı quraq keçən yarım səhra quru çöl iqlimi Naxçıvanın Arazboyu düzənliklərindədir, 600-1200 metr aralığını əhatə edir. Bu iqlim tipində yay isti quru keçir, qış isə soyuq quru keçir, yəni kontinentaldır. Orta Asiyanın subtropik kontinental iqlimi ilə təxminən eynidir. Qışı mülayim keçən yarım səhra və quru çöl iqlimi Xəzər sahillərindən 600-800 metr hündürlüyə qədər olan hissələri əhatə edir.
Samur Dəvəçi ovalığında, Abşeron Qobustanda, Çuaraz ovalığında daha çox yayılmışdır. Quru subtropik iqlim olaraq adlandırılır. Yay ayları isti, quru, qış ayları isə mülayim və qismən rütubətli keçir. Yağıntılar 200-400 mm arasında dəyişir. Mülayim isti iqlim Respublikamızın 30%-dən artığını əhatə edir. 1000-1400 mm qədər olan ərazilərdə yayılmışdır. Yay isti, qış isə mülayim keçir. Nisbətən zəif şaxtalı. Mülayim isti iqlimin özünün də 3 tipi var. Qışı quraq keçən, yayı quraq keçən, yağıntılar bərabər paylanan mülayim isti iqlim. Qışı quraq keçən mülayim isti iqlim adından məlum olduğu kimi qış quraq keçir, yağıntı yayda düşür. Qanıq-Əyri çayda, Acınoğrun şimal hissəsində, Böyük Qafqazın cənub-şərqində bu iqlim tipi yayılmışdır. Yay quraq keçən mülayim isti iqlimdə isə yay quraq, qış şaxtalı keçir. Lənkəran ovalığı, Talış dağları, Böyük və Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsi. Yağıntıları bərabər paylanan mülayim isti iqlim. Buna rütubətli subtropik iqlim də deyilir. Böyük Qafqazın cənub yamacında, şimal-şərq yamacında yayılmışdır. Eyni zamanda Talış dağlarında orta dağ meşələri landşaftını əhatə edir. Üçüncü iqlim olaraq soyuq iqlim 1000-1400 metrdən 2700 metrə qədər olan ərazilərdə yayılmışdır. Respublikamızda 20%-ə yaxın əraziləri əhatə edir. Bunun da 3 yarım tipi var. Yayı quraq keçən soyuq iqlim, qışı quraq keçən soyuq iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim. Yayı quraq keçən soyuq iqlim adından məlum olduğu kimi yay quraq keçir, qış nisbətən rütubətli. Naxçıvanda 1200-3000 metrə qədər olan yüksəklikləri əhatə edir. Eyni zamanda Talış dağlarında Qızıyurdu zirvəsində də kiçik sahədə yayılmışdır. Qışı quraq keçən soyuq iqlim, Böyük Qafqazın şimal-şərq yamacı 2700 metrə qədər hündürlüklər, Kiçik Qafqazda, Qarabağ silsiləsi Qarabağ vulkanik yaylasında yayılmışdır. Eyni zamanda kiçik bir hissədə Talışın Kömürköy hissəsində də rast gəlinir. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim isə yalnız Baş Qafqaz silsiləsinin cənub yamacında müşahidə olunur. Dağ tundra iqlimi Azərbaycanın dağlıq ərazilərində hündürlüyü 2700 metrdən artıq olan yüksək dağlıq hissələrdə yayılmışdır. Naxçıvanın dağlığında isə bu 3200 metrdən yuxarıda yerləşən ərazilərdə mövcuddur. İqlim xəritəsinə diqqət yetirsək, əsas rəqəmlərlə diqqət yetirək. Birinci və ikinci rəqəmi dedik, yarımsəhra quru çöl iqlimidir. 3, 4, 5 rəqəmləri isə mülayim isti iqlim, 6, 7, 8 soyuq iqlim, 9 isə dağ tundra iqlimidir. Bir rəqəmini xəritə üzrə harda yayıldıqlarına diqqət yetiririk. Deməli, bu ərazilərdə qışı mülayim keçən yarımsəhra quru çöldür. 2 rəqəmi isə qışı soyuq keçən yarımsəhra quru çöl iqlimidir ki, yalnız Naxçıvan ərazisində və kiçik bir hissədə dedik, Talış dağlarında var. 3 rəqəminə diqqət yetirək. Artıq 3, 4, 5 rəqəmi mülayim isti iqlimi bildirir. 3 qışı quraq keçən, 4 yayı quraq keçən, 5 yağıntıları bərabər paylanan mülayim isti iqlimdir. 3 rəqəminə diqqət yetirsək, Böyük Qafqazın dağlıq hissələrini, dağətəyi hissələrini göstərə bilərik. 4 rəqəmi isə daha çox Talış dağlarında, Xocavənd ərazisində və Böyük Qafqazın cənub-şərq hissəsindədir. 5 rəqəmi ilə yağıntıları bərabər paylanan mülayim isti iqlimdir ki, bu da Talış dağlarında və Böyük Qafqazda rast gəlinir. 6, 7, 8 rəqəmləri soyuq iqlimdir. 6 rəqəmi yayı quraq keçən soyuq iqlim, Naxçıvanda və Talış dağlarında kiçik bir hissədə. 7 qışı quraq keçən soyuq iqlim, buna Böyük Qafqazda, Kiçik Qafqazda, eyni zamanda Talışda kiçik bir hissədə rast gəlinir. 8 isə bütün fəsillərdə bol yağıntı alan soyuq iqlim yalnız Böyük Qafqaz dağlarında 8 rəqəmini görə bilərik. Dağ tundra iqlimi 9 rəqəminə Böyük Qafqazın, Kiçik Qafqazın yüksək dağlıq zonaları, eyni zamanda burada kiçik bir hissədə Naxçıvan ərazisində görərik. Ümumilikdə
İqlim tipləri yayılmasını, məsələn, belə göstərsək, A-dan B-yə doğru iqlim tiplərinin yayılması 4, 5, sonra yenidən 4 rəqəmi və 7 rəqəmini götürərik. Ən asan öyrənmə forması olaraq bu yoldan istifadə edə bilərik. 4, 5, 4, 7 rəqəmləri. 4 rəqəmi, 5, yenidən 4 və 7. Bu ardıcıllıqla bilsək, rahat düzmək mümkündür. Eyni zamanda bu hissədə A-dan B-yə doğru. A-dan B-yə doğru rəqəmlərə diqqət yetirsək, 3, 5, 8, 9 rəqəmlərinin ard-arda gəldiyini görərik.